Salam uşaqlar. Bugün sizlərlə tərs trigonometrik funksiyaların testlərinə baxacağıq. Deməli, əvvəlcə ilk öncə ekranda sizin üçün düsturları yazıb hazırlamışam. Bu testlərimizdə həmin burada gördüyünüz düsturlardan istifadə edəcəyik. Sizlər də düsturları yazın, əzbərləyin ki, sonra bu tipli misallar çıxanda qarşınıza rahat istifadə edə biləsiniz, rahat yaza biləsiniz. Deməli, sinus arcsinus x x-ə bərabərdir, tangens arctangens x-ə bərabərdir. Eyni şəkildə, yəni funksiyalar eyni adlı olduqda özü ilə sanki ixtisar gedir və x qalır qarşıda. Arcsinus və arccosinusun cəmi pi bölü 2-dir. Eyni şəkildə arctangens ilə arccotangensin cəmi də pi bölü 2-dir. Bu düsturdan da geniş istifadə edəcəyik. Sinus arccosinus x kökatda 1 çıxaq x kvadratıdır. Yerləri dəyişik olsa da düstur eyni qalır. Kökatda 1 çıxaq x kvadrat. Tangens arccotangens isə 1 bölünsün x şəklindədir və yenə deyirəm, kotangens və tangensin yeri dəyişik olsa da düsturumuz yenə eyni qaydada qalır. 1 bölü x şəklində qalır. İndi isə gəlin çox vaxt itirmədən birinci sualdan testlərimizin izahına başlayaq. Birinci sualımız sinus arccosinus kökatda 3 bölünsün 2 şəklində verilibdir. Deməli, uşaqlar, bu tipli suallarda kökatda 1 çıxılsın x kvadrat yazmaq lazımdır. Yəni, 2-də kökatda 3-ün kvadratını kənarda sizin üçün göstərirəm. İfadənin kvadratı 2-nin kvadratı 4, kvadratla kökdə gedir 3 qalır. Yəni, 4-də 3 deməkdir. 1 çıxılsın 4-də 3, kökatda 4-də 1 deməkdir. 4-də 1-dən isə 2-də 1 çıxır. Deməli, 2-də 1, birinci sualda cavabımız olur D bəndi. Keçid alaq ikinci suala. İkinci sualda, uşaqlar, arctangens -1 veribdir. Deməli, tangens tək funksiya olduğuna görə mənfini qarşıya çıxardır. Mənfi. Tangens 1-i alır, pi böl 4-də. Yerinə yazırıq, pi böl 4 dərəcə qiymətini yerinə yazıram. Üstə gəl, burada yazılıbdır arcsinus kökdə 2 böl 2. Arcsinus da biz bilirik kökatda 2 böl 2-ni. Yenə də pi böl 4-də alır. Baxın, bu ifadənin də yerinə pi böl 4 yazıram. Çıxılsın. Gəldik, çatdıq bu hissəyə. Bu hissə biraz düşündürücüdür uşaqlar. Nəyə görə? Kosinusda və kotangensdə, kollarda mənfi görəndə biz mütləq pi-dən çıxmalıyıq. Baxın, mötərizə açıram, yazıram. Pi çıxılsın. Kosinus 2-də 1-i neçə dərəcədə alır uşaqlar? Kosinus 2-də 1-i 60 dərəcədə alır, düzdür? 60 dərəcə pi bölək 3 deməkdir. Yazırıq mötərizədə pi çıxılsın pi böl 3. Təkrar edirəm. Kosinus və kotangensdə ko olanlarda, deməli, mənfi görəndə pi-dən çıxmaq lazımdır. Bu hissədə mənfi pi böl 4, müsbət pi böl 4-lər islah gedir. Mötərizənin qarşısındakı mənfini yazıram. Mötərizəmizin içərisi isə olur 3-də, 3-ü pi-yə vururam 3 pi, sürətdəki pi-də çıxıram 2. 3-də 2 pi. Mənfi 3-də 2 pi. İkinci sualda cavabımız olur Y bəndi. Keçid alaq üçüncü suala. Üçüncü sualda da yenə dərəcə qiymətlərini yerinə qoyuruq. Uşaqlar, gəlin baxaq. Arccosinus mənfi kökatda 3 bölünsün 2 verilibdir. İndicə də dedik uşaqlar, kosinus kotangenslərdə pi-dən çıxmaq lazımdır mənfi olduqda. Kökatda 3 bölək 2-ni kosinus alır 30 dərəcədə, yəni pi böl 6-da. Üstə gəl, arcsinus 2-də 1 yazılıbdır. Uşaqlar burada. Sinus 2-də 1-i alır 30 dərəcədə pi böl 6-da. Üstə gəl, arctangens mənfi kök 3 yazılıbdır. Tangensdə və sinusda uşaqlar mənfi olduqda mənfini qarşıya atırıq. Yəni, baxın, bura mən qarşıya yazıram mənfi. Mötərizənin içində yazıram ki, digər işarə ilə qarışmasın. Kökatda 3-ü tangens neçə dərəcədə alırsa, onun dərəcə qiymətini yazacağım sadəcə. Tangens kökatda 3-ü alır 60 dərəcədə, yəni pi böl 3-də. Bax belə, dərəcə qiymətini yazdıq. İndi isə başlayaq hesablamağa. Mötərizəmizin içi olur 6-da 5 pi. Üstə gəl pi böl 6. Çıxılsın pi böl 3. Ortaq məxrəc eləyib yazırıq. 6-da 5 pi. Üstə gəl pi. Çıxılsın 2 pi. Deməli, olur 6-da 6, 2-də çıxırıq 4 pi. 6-da 4 pi ixtisar gedir 3-də 2 pi. Baxaq görək, 3-də 2 pi, 3-cü sual A bəndi. Bu şəkildə keçid alaq növbəti səhifəmizə. Sualları yaxınlaşdıraq. 4-cü sualda da eyni tiplidir. Gəlin yazaq. 4-cü sual. Deməli, burada yazılıbdır. Arccosinus mənfi 1. 2 vurulsun var uşaqları. Bu 2 vurağı yazaq. Mənfi 1 olduqda, mənfi olduqda mütləq pi-dən çıxmaq lazımdır. İndi isə baxaq. Kosinus 1-i alır uşaqlar neçə dərəcədə? 1-i alır 0-da və 360-da 2 pi-də. Biri də 180 dərəcədə isə mənfi 1-in özünü alırdı. Deməli, kosinus 1-i alır 360 dərəcədə 0-da. Pi-dən çıxaq 0-ı.
üstə çıxaq. 3də 1. Arx kosinus kökdə 2 bölü 2. Pi bölü 4-də alır. Birbaşa dərəcə qiymətini yazıram yerinə. Üstə gəl 2 vurulsun. Arx kosinus burada yazılıbdır. Deməli 0. Kosinus 0'ı alır uşaqlar 90 dərəcədə. Yəni pi bölü 2-də. Bunu da dərəcə qiymətlərini yazdıq. Pi'dən 0 çıxdıqda pi, qarşıdakı 2'yə vururam 2 pi. 3də 1'i pi bölü 4'ə vururam. Olur pi bölü 12. Üstə gəl. Burada 2'lərimiz ixtisar gedir. Qalır pi. 2 pi və pi toplanılır 3 pi. Çıxılsın pi bölü 12. Məxrəcimiz 12. 36'dan da pi çıxırıq. Qalır 35 pi. 12'də 35 pi. Dördüncü sual cavabımız olur B bəndi. Dördüncü sualda cavab B. Keçid alaq növbəti sual, 5-ci suala. Sadəcə dərəcə qiymətlərini yerinə yazıram. Əslində elə çətin bir bölmə deyil və kosinus kotangensdə mənfi olduqda pi-dən çıxıram. Başqa elə bir ciddi problem yoxdur uşaqlar burada. 5-ci suala baxaq. Uşaqlar 5-ci sualda diqqət eləsəniz arktangens üstəgəl arkotangens verilibdir və arqumentləri də eynidir. Biz biraz öncə qaydaları göstərəndə orada dedik ki, tangens və kotangens baxın bu cəm pi bölü 2-yə bərabərdir. 5-ci sual. Qarşıdakı 2 vurağı yazıram. Mötərizəmizin ümumi içərisi pi bölü 2-dir. 2'lər ixtisar gedir. Cavabımız olur pi. Pi baxaq hansı bəndlədir? Y bəndindədir. 5-ci sual Y. 6-cı suala baxaq. Eyni qaydada sinus kosinusun cəmi pi bölü 2-dir. Qarşıdakı 4'ə vurursunuz. 4'ü pi bölü 2'yə vurursunuz. İxtisar gedir. 2 pi qalır. 6-cı sualda 2 pi D bəndindədir. Keçid alaq növbəti sualımıza. Vaxt itirməyək. Suallar asandı idi. 7, 8, 9 demək olar ki, bu sualların hamısı eyni tipdədirlər uşaqlar. Sadəcə dərəcə qiymətlərini yenidən yazmaq lazımdır. Deməli, sinus və tangens həmişə mənfini qarşıya atır. Sinusun mənfisini qarşıya atdım. Kök altda 3 bölü 2'ni sinus alır 60 dərəcədə, yəni pi bölü 3'də. Üstə gəl. Artıq burada kosinus var və mənfidir. Ona görə pi-dən çıxmaq lazımdır. Mütləq yazsız pi çıxaq. Həmişə də bu pi çıxağı uşaqlar mötərizədə yazın. Kökdə 2 bölü 2'ni alır pi bölü 4'də. Üstə gəl. Arktangens uşaqlar. Burada kök 3 bölək 3'dür. Bu 1 bölünsün kök 3 demək. Yəni 30 dərəcədə alır tangens bu qiymətini. 30 dərəcədə pi böl 6 deməkdir. Və salam. Aha, indi başlayaq həll etməyə. Deməli, mənfi pi böl 3. Üstə gəl. Mötərizəmizin içi olur 4'də 3 pi. Üstə gəl pi böl 6. Əkob tapa bilərik uşaqlar. Əkobumuz olur 12. Mənfi 4 pi. Burada olur 9 pi. Bu hissə isə olur 2 pi. Baxaq. Deməli 12'də 5. Burada eləyir 7 pi. 12'də 7 pi. Baxaq görək. 7-ci sual. 12'də 7 pi A bəndindədir. Keçid alaq növbəti suala. 8 də eynisidir. Gəlin 9'a baxaq uşaqlar. Əslində elə 9'da eynisidir. Bu sualların hamısı demək olar ki, bir-birinin oxşarıdır. 9-cu suala baxaq. Arksinus mənfi 2'də 1 yazılıbdır. Sinus, yenə deyirəm, mənfini qarşıya atır. 2'də 1 isə alır 30 dərəcə, yəni pi böl 6'da. Üstə gəl, ark kosinus yenə mənfi veribdilər. Pi çıxılsın yazırıq. Kosinus kotangens də pi-dən çıxacaq. Kökdə 2 bölü 2 isə pi böl 4 deməkdir. Üstə gəl, tangens mənfini qarşıya atır. Ona görə uşaqlar istəyirəm elə buradakı bu üstə gəl işarəsini çıxaq eləyək birbaşa. Tangens 1'i alır 45 dərəcədə, yəni pi bölünsün 4'də. Üstə gəl, burada arktangensi veribdir mənfi kök altda 3. Biz bilirik ki, bizcə dəqiqə bu arktangensdirmi? Hə, tangensdir. Mən elə bildim kotangensdir uşaqlar burada. Tangensdə deməli olduqda mənfini qarşıya atır. Burada da işarəni eləyirəm mənfi. Tangens kök altda 3'ü alır 60 dərəcə, yəni pi böl 3'də. Bax bu şəkildə. Elə bildim orada kotangensdir. İndi isə başlayaq həll etməyə. Mənfi pi böl 6. Mötərizəmizin içi bizə verir 4'də 3 pi. Çıxaq pi böl 4, çıxaq pi böl 3. Əkob edək. Deməli 6, 4 üçün əkob olacaq 12. Bura olur mənfi 2 pi. Bu hissə olur 9 pi. Çıxılsın 3 pi, çıxılsın 4 pi. Baxaq. Deməli 12'də. Mənfilərimiz uşaqlar eləyir mənfi 9 pi, müsbət 9 pi. Sürət olur 0 burada. 9-cu sualda. 0'ı da 12'yə böldükdə 0. Onda 9-cu sualda cavabımız olur 0 A bəndi. Keçid alaq növbəti sual 10-cu suala. Uşaqlar 10-cu sualda biraz yaxınlaşdırım. Arksinus sinus 5'də 92 pi verilibdir. Əslində burada biz deməliyik ki, elə cavab 5'də 92 pi'dir. Düzdürmü? Çünki
Biz düsturda yazmışdıq ki, x-ə bərabərdir, elə özünə bərabərdir. Sanki sinus sinusu ixtisar aparır. Burada sadəcə uşaqlar 92-ni 5-ə bölüb tam dövrlərini atmaq lazımdır. 92-nin içində 5 18 dəfə düşür və 2-də qalır, düzdür? Biz buradakı bu tam dövrlərini atırıq, yəni 18-i atırsınız. Cavabınız olur birbaşa 2 pi bölünsün 5, yəni C bəndi. 10-cu sualda cavab C. Eyni şəkildə 11. Uşaqlar, 11-ci sualda da ilk öncə cavab onu deyim ki 9-da 37 pi'dir də, normalda x-lər gedir. Sadəcə biz onun dövrlərini atmalıyıq. Gəlin dövrlərini ataq. 9-da 37 pi. 37-ni bölürəm 9-a. 37-nin içərisində 9 4 dəfə tam düşür. 4 dəfə 9 36, bir dənə pi də artıq qalır. Bu 4 tam dövrləri atıram, cavabım olur pi böl 9. Baxaq görək pi böl 9 varmı? 11-ci sualda D bəndindədir. Keçid alaq növbəti tərəf suallarımıza. Aha. 12-ci suala baxaq uşaqlar. 12-ci sualda nə etmək lazımdır? Deməli, ilk öncə burada baxıram ki, funksiyalar kosinus sinus şəklində verilibdir. Deməli, kök altda 1 çıxılsın x kvadrat düsturundan istifadə etməliyəm. 2-də kök altda 3-ün kvadratı, 2-nin kvadratı 4-dür, kök altda 3-ün kvadratı 3-dür. Yəni 1 çıxılsın 4-də 3 bizə verir 4-də 1, 4-də 1-dən isə cavab 2-də 1 çıxır. Baxın, bu işarələdiyim hissənin cavabı 2-də 1-dir. Bu 2-də 1 burada dursun yan cibimizdə. Biz keçək digər tərəfini həll etməyə uşaqlar. Baxın bu hissəni, bu ikinci hissəni. Burada nə veribdir? Deməli, kosinus, arc kosinus mənfi 2-də 1 və plus pi bölü 3 verilibdir. Bu kosinusu yazıram. Arc kosinus mənfi 2-də 1 hissəsini ilk öncə hesablamalıyam. Baxın bu hissəni. Yəni, mənfi olduqda biz nə danışmışdıq? Pi'dən çıxmaq lazımdır, düzdür? Bu mənfi 2-də 1-ə görə biz pi'dən çıxmalıyıq. 2-də 1-i kosinus alır, deməli, 60 dərəcədə, yəni pi böl 3-də. Üstə gəl, uşaqlar, bir dənə də pi böl 3 yanında var, görürsünüzmü? Üstə gəl pi bölü 3'ü də yanından yazdım. Yəni arc kosinus mənfi 2-də 1-ə görə pi çıxılsın pi bölü 3 yazdım. Üstə gəl pi bölü 3 də kənarda dururdu. Burada görünür ki, pi bölü 3'lər islah gedir və nə qaldı? Kosinus mötərizənin içində də bir dənə pi'miz qaldı. Pi 180 dərəcə deməkdir. Kosinus 180 dərəcədəki qiyməti mənfi 1-ə bərabərdir. Deməli, uşaqlar, gördüyünüz kimi ifadədə bu misalımızda bizim 2 ifadə var. Birinci tərəfin cavabı 2-də 1 idi. İkinci tərəfin cavabı isə mənfi 1-dir. Deməli, işarələr müxtəlifdir. Çıxıram, mənfi 2-də 1 qalır. Mənfi 2-də 1 isə Y bəndindədir. 12-ci sual cavab olur Y. Keçid alaq növbəti sualımıza. Biraz belə eləyim, sizin üçün də görünsün. Deməli, 13. 13-cü sualımıza baxaq. Təmizləyək. Aha, 13. Gəlin baxaq uşaqlar. Deməli, sinus arc kosinus yenə yazılıbdır. Deməli, biz 1 çıxılsın. Kök altda 2 kök 3'ün kvadratını yazmalıyıq. 4'də 3 olur 4'də 1. 4'də 1'dən isə kök çıxır 2'də 1. Bu şəkildə keçdik digər hissəmizə. Yəni, kosinus, arc kosinus mənfi 2'də 1 plus pi bölü 3 hissəsinə. Baxın bu hissəyə. Burada nə yazıram uşaqlar? Kosinus, mötərizənin içində arc kosinus mənfi 2'də 1'in yerinə yazıram. Pi çıxılsın pi bölü 3. Üstə gəl, yenə pi bölü 3. Bu üstə gəl pi bölü 3 misaldakı pi bölü 3'dür. Uşaqlar, onu özümdən yazmıram. Bu hissələr islah gedir. Kosinus pi qalır. Pi. Kosinus 180 dərəcədə qiyməti mənfi 1-ə bərabərdir. Deməli, birinci hissəmiz 2-də 1-dir. Mötərizələrin arasındakı işarə, uşaqlar, baxın, buranı nəzərdə tuturam. Çıxmadır. Yazıram, çıxaq, mənfi 1. Mənfilər toqquşdu, üstə gəlmə oldu. 2-də 1 və 1-i toplayıram. 1 tam 2-də 1 eləyir. Cavab yoxdursa 2-də 3. 1 tam 2-də 1. 13 C bəndi. Əgər belə olmasaydı, düzgün olmayandan da cavabı yaza bilərdiniz uşaqlar. İndi isə keçək 14-cü suala. Şifahi sualdır. Funksiyasının qiymətlər çoxluğunu soruşur. Uşaqlar, sinus arc kotangensin qiymətlər çoxluğu deməli olacaq 0, 1. 1'i alır, 0 isə almır. Y bəndindədir. Bunun tayı sualımız da var. 15-ci suala gəlin baxaq. Sinus arc kosinus x verilibdir. Deməli, burada isə 0-1 arasında olacaqdır. Yəni 0-1 şəklində olur və hər ikisini də alır. A bəndidir. Keçid alaq 16-cı suala. 16-cı sual daha maraqlı bir sualdır. Gəlin baxaq. 16. Aha. Deməli, burada yazılıb ki, biz bilirik ki, çevirmə düsturlarından artıq, uşaqlar, 3 pi bölü 2, 270 dərəcə deməkdir, düzdürmü? Baxın, burada bunun başına yazıram 270 dərəcə.
Biz bilirik ki 270 dərəcədə ad dəyişir. Yəni sinus dəyişib olur kosinus. Mötərizəmizin içində olduğu kimi yazıram. Arq kosinus 3/2. Uşaqlar, burada sadəcə işarəyə baxmaq lazımdır. 270 dərəcə buralarda bir yerdədir. Hər hansı bir bucağı çıxanda bu gəlir düşür 3-cü rübə. Düzdür? Baxın bu hissəyə. Sinus isə aşağı rüblərdə mənfidir işarəsi. Sinus aşağılarda mənfidir. Deməli, misalın qarşısına bir dənə mənfi atırıq. İndi isə davam eləyək. Digər tərəfə baxaq. Üstəgəl. Bircə dəqiqə. 3/2 idi bura. Üstəgəl. Digər tərəfimizə baxaq. Görürsünüz, burada yazılıbdır. Kosinus pi/2. Pi/2 90 dərəcə deməkdir. Düzdür uşaqlar? Buranı silim. Təzdən yazım. Pi/2 90 dərəcə deməkdir. 90 dərəcədə ad dəyişir. Kosinus adını dəyişir uşaqlar. Olur sinus. Yazırıq sinus. Arcsinus 3/7. Birinci rübdə isə bütün funksiyalar müsbət olduqlarına görə orada hər hansı bir rübə baxmağınıza düşünürəm ki, ehtiyac yoxdur. Yaxşı. Kosinus arc kosinus -3/2-də. Sanki bu kosinuslar ixtisar gedir və qalır -3/2. Üstəgəl sinus arc sinuslarımız da ixtisar getsə qalar 7/3. Əköb edək 3/2 ilə 7/3-ə 21. Məxrəcimizi yazdıq. Sürətimiz olacaq -14. Üstəgəl 9 şəklində. 21-də 14-dən 9 çıxırsınız uşaqlar, qalır -5. 21-də deməli -5. 16-cı sual cavab B bəndi. 17-yə baxaq. 17-ci sual. Deməli, kosinus arctangens -2 ifadəsinin qiymətini hesablamağı soruşur bizdən. Uşaqlar, burada artıq bizə lazımdır düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağı çəkirəm. Bura hər hansı bir yerinə yazıram alfa bucağı. Arctangensin 2 olmağı nə deməkdir? Arctangens qarşı katetin bitişik katetə nisbətidir. Yəni 2-nin 1-ə şəkildə nisbətdir, düzdürmü? Biri də o qədər gözəl yazıram ki, təzdən yazaq. 1. Aha. Pifagora görə hipotenuzumuz olur uşaqlar kök altda 5. Düzdürmü? 2-nin kvadratı üstəgəl 1-in kvadratı. Bizdən kosinusu soruşur. Kosinus alfa isə deməli bitişik katetin, yəni 1-in hipotenuza kök altda 5-ə nisbətidir. 1 bölək kök altda 5-dən burada söhbət gedir. 1 böl kök altda 5 olmalıdır bizim cavabımız. O da B bəndindədir. Uşaqlar, mənfini tangens qarşıya çıxartsa da kosinus mənfini udur, müsbət eləyir. O hissədə ona görə cavabımız müsbət olur. 17 olur B. Keçid alaq 18-ə. Lövhəmizi təmizləyək. Deməli, funksiyasının qiymətlər çoxluğunu soruşur bizdən. Biz bilirik ki, arcsinus funksiyasının qiymətlər çoxluğu -pi/2, müsbət pi/2 aralığındadır. İndi isə qiyməti yerinə yazaq. 18-ci sual. Deməli, 2 üstəgəl 10 bölünsün pi. Vuraq. Uşaqlar, buradakı bu arcsinus ifadəsi ki var. Bunun yerinə yazıram belə bir şey. -pi/2, müsbət pi/2. Yəni, nə edirəm? 10 bölünsün pi-ni pi/2-yə vururam. Pi-lər ixtisar gedir, 2 ilə də 10 ixtisar gedir, 5 qalır. Düzdürmü? Onda misal bu formaya düşür. 2 üstə gəlinsin. Sanki mən bu 10 böl pi-ni uşaqlar mötərizənin içində hərəsinə bir dəfə vurdum. Düzdür? Onda bu şəkildə olacaqdı deməli cavabımız. Bu hissənin cavabı -5 müsbət 5. 2 ilə -5 müsbət 5-i hərəsini bir dəfə toplasam, olar -3. 2 ilə 5-i də toplayaram, 7. -3, 7. 18-ci sual, cavab D bəndi. Keçid alaq. 19-a baxaq uşaqlar. Gəlin 19-u da yazaq. Bir dəqiqə. Təmizləyək lövhəmizi. Aha. 19-cu sualda da eyni qaydadadır. Deməli, -pi/2, müsbət pi/2 yazmaq lazımdır. 19. Uşaqlar, 8 bölünsün pi. Vuraq. Burada göstərirəm pi/2-yə vurma hissəsini. Görürsünüz, pi-lər ixtisar gedir. 2 ilə də 8 ixtisar gedir, 4 qalır. Deməli, misaldakı baxın bu hissənin yerinə nə yazıram? -4, müsbət 4. Çünki bir dəfə -pi/2-yə vurmalıyam, bir dəfə müsbət pi/2-yə vurmalıyam ona görə. Çıxaq qarşıda da bir dənə 5 var. Yəni, -4-dən 5 çıxıram, olur -9. -4, daha doğrusu, indi müsbət 4-dən 5 çıxıram, olur -1. -9, -1. Baxaq görək varmı? Yoxdur deyəsən, hə? Yəqin ki, haradasa səhv elədik. Deməli, baxaq. Bəli, uşaqlar, baxdım, burada kosinusdur. Yuxarıki misalda sinus idi, burada isə kosinusdur. Mən sinusa görə həll etmişəm. Bircə dəqiqə göstərim indi sizə 19-da. Deməli,
Kosinus olduqda qiymətlər çoxluğumuz necə dəyişir? 19. Sinusu nəzərən həll etmişəm. Deməli, arkkosinusun qiymətləri çoxluğu uşaqlar 0, pi-dir. Gəlin 8 böl pi-ni bir dəfə 0-a vuraq, bir dəfə də 8 böl pi-ni pi-yə vuraq. Bu zaman nə baş verir? 0-a vurduqda 0, pi-yə vurduqda isə pi-lər ixtisar gedir, 8 qalır. Yəni, baxın, bu dairəyə aldığımız hissənin cavabı 0, 8-dir. 0, 8-dən 5 çıxırıq. 0-dan 5 çıxanda qalır -5. 8-dən 5 çıxırıq, olur 3. -5, 3, A bəndi. 19, A bəndi. Bəli, diqqətli olmaq lazımdır. Yuxarıki sual məndə də deməli sinusuydu deyə elə bildim 19-da da sinusdur. Diqqətlə baxmaq lazımdır suallara. Keçid alaq 20-yə. Deməli, arksinus, arkkosinus və arktangens ifadəsinin ən kiçik qiymətini soruşur bizdən. Uşaqlar, arksinus və arkkosinusun cəmi düstura görə pi böl 2-yə bərabərdir. Yazdım. Üstəgəl arktangens A. Baxın, indi bu ifadənin ən kiçik qiymətini tapmalıyam mən. Uşaqlar, onu deyim ki, arktangens funksiyasının ən böyük, ən kiçik qiymətini nəzərə almaq üçün tangens funksiyası ümumiyyətlə mənfi sonsuzluqdan müsbət sonsuzluğa bütün qiymətləri alır. Sadəcə burada nəyə diqqət etmək lazımdır? Deməli, funksiya bu, görürsünüz, hamısında A şəklində gedir. Yəni, bu A-lar, uşaqlar, -1 və müsbət 1 aralığında dəyişən qiymətlər olmalıdırlar. Düzdürmü? -1, müsbət 1 aralığında da tangens funksiyasının deməli, -1-i alır, -pi böl 4-də, müsbət 1-i də alır, müsbət pi böl 4-də. Düzdürmü? Aralıq qiymətləri bunlardır. Bizdən ən kiçik qiymətini soruşduğuna görə təbii ki, mənfi olanı götürüb davam etməliyik. Yəni, pi böl 2 üstəgəl -pi böl 4 yazıram tangensin yerinə. Əkob etsək 4, 2 pi çıxılsın, deməli olur pi, 4-də pi şəklində olur. Pi böl 4, A bəndi. Deməli, təkrar edirəm. Arksinus, arkkosinusun cəmi pi böl 2 idi. Baxdıq arktangensə. Arktangens deməli, -1, müsbət 1 aralığında qiymətlər alır. A hamısında -1, 1 aralığında olmalıdır ki, şərt ödənsin. -1, 1-i isə tangens alır. -pi böl 4-dən, müsbət pi böl 4-dən. Bizdən ifadənin kiçik qiymətini soruşduğuna görə biz orada deməli, -pi böl 4 ifadəsini götürdük. Pi böl 2-nin yerinə. Pi böl 2 üstəgəl arktangensin yerinə yazdıq, -pi böl 4 və topladıq, cavabı tapdıq, müsbət pi bölək 4. Aha, bu oldu bizim 20-ci sualımız. Keçid alırıq növbəti səhifəyə. 21-ci sualdan davam edirik. Deməli, 21-ci sualda mən necə ki, yenə də 3 bucaq çəkməli olacaq uşaqlar. Gəlin bir düz bucaqlı 3 bucaq çəkək. Burada arkkosinus 5-də 4 yazılıbdır. Tutalım ki, alfa bucağı buradadır. Biz bilirik ki, arkkosinus funksiyası bitişik katetin hipotenuza nisbətidir. Düzdürmü? Bitişik katete 4, hipotenuza 5 yazıram. Pifagora görə bu hissədə 3 olmalıdır. Tangensi soruşur uşaqlar bizdən. Tangens isə qarşı katetin, yəni 3-ün, yəni bax, buradakı bu bucağın qarşısındakı katetin 3-ün bitişik katete 4-dən nisbətidir. Cavab olur 21-ci sual B bəndi. Keçid alaq 22-ci sualımıza. Görək 22-də nə deyir? Uşaqlar, 22-də diqqətlə baxsanız, arkkosinus kökdə 2 böl 2 yazılıb. Bu, pi böl 4 deməkdir. Düzdürmü? Kökdə 2 böl 2-ni kosinus pi böl 4 alır. Yazıram 2 tangens pi böl 4. Aydındır ki, pi böl 4-ün cavabı, qiyməti tangensi pi böl 4-də 45 dərəcədə 1 alır. 2-ni də 1-ə vururuq, olur 2. Deməli, baxın, bu hissənin cavabı oldu 2. Tapdıq. Üstəgəl, keçək kosinus olan hissəni hesablamağa. Kosinus 2. Burada arktangens 1 yazılıbdır. Biz bilirik ki, tangens 1-i alır 45 dərəcədə, yəni pi böl 4-də. Arktangens 1-in yerinə pi böl 4 yazdım. 2 və 4-ü də ixtisar edirəm. Kosinus pi böl 2 qalır. Pi böl 2 90 dərəcədir. Kosinus 90 dərəcədə qiyməti 0-dır. Deməli, birinci hissənin cavabı 2 idi. İkinci hissənin cavabını 0 tapdıq. Toplayırsunuz, cavabınız olur 2. 22-ci sualda cavab 2. Keçid alaq 23-cü suala. Lüfəmizi təmizləyək. 23-cü sualla davam edək. Deməli, baxaq mötərizənin içərisinə uşaqlar ilk öncə. Görürsünüz, burada yazılıb arkkosinus mənfi kök 3 böl 2. Deməli, biz bilirik ki, kosinusda mənfi olduqda pi-dən çıxmaq lazımdır. Kökatda 3 böl 2-ni kosinus alır 30 dərəcədə. Düzdürmü? Yəni pi böl 6-da yazıram. Pi çıxılsın pi böl 6. Üstəgəl yazılıb arksinus kök 3 böl 2. Arksinusda kökatda 3 böl 2-ni alır 60 dərəcədə. Yəni pi böl 3-də.
Sonra üstə gəl, arctangens ifadəsi var uşaqlar. Tangens görək 1 böl kök 3 neçə dərəcədə alır? Tangens 1 böl kök 3 30 dərəcədə. Yəni pi böl 6-da alır. Bax, belə bir ifadə aldım. Buradan görünür ki, pi böl 6-larımız islah gedir. Pi üstə gəl, pi böl 3 qaldı əlimizdə. Uşaqlar, bu ifadəni də sadələşdirək. Toplasaq olur 3-də 4 pi. Bu mötərizəmizin içərisi. Mötərizənin qarşısında 23-cü sualda 3 bölünsün pi yazılıbdır. Həmin 3 böl pi-ni mötərizənin içərisindən aldığımız cavaba, yəni 4 pi böl 3-ə vurmalıyıq. Buradan nə görürük? Pilərimiz ixtisar gedir, 3-lərimiz ixtisar gedir və 23-cü sualda cavabımız olur 4. Buradan da qeyd eləyək. Cavab olsun 4. 24-cü sual eynisidir. Gəlin 25-ə baxaq. 25-ci sual. Deməli, tangens, arctangens 31. Uşaqlar, baxın, sanki tangens, bircə dəqiqə düzəldim buranı. Sanki tangenslər bir-birini ixtisar aparır. Cavab orada qalır 31. Üstə gəl, burada isə sinuslar bir-birini ixtisar aparır 0,2. Üstə gəl, sonra keçdik bu tərəfə. Kotangenslər bir-birini ixtisar aparır, qalır 29. Bax belə. İndi ifadələrimizi toplayaq. Deməli, 31-29-u toplasaq olur 60, 0,2 də gəlsək 60,2 olar cavab. 25-ci sualda cavab 60,2. 26-cı sualda da eyni qaydadadır. Sadəcə silə-silə ixtisar edib, sonra da toplayırsınız. Keçid alaq 27-ci suala. 27-də görək nə verir bizə. Bu hissəni də təmizləyim. Aha, davam edək qaldığımız yerdən. Deməli, funksiyanın təyin oblasti AB aralığı olarsa, AB hasilini soruşur. Gəlin baxaq. Uşaqlar, baxın, belə yaxınlaşdırdım ki, siz də rahat görəsiniz. Arksinusun deməli təyin oblasti -1 aralığındadır. Yəni -1 kiçik bərabər x çıxılsın 3 bölə 2, kiçik bərabər müsbət 1 olmalıdır. Bu gəldi oldu 2 qat bərabərsizliyi. Uşaqlar, kəsirdən canımızı qurtarmaq üçün hər tərəfi gəlin 2-yə vuraq. Baxın, burada 2 vuraq yazıram. Bu hissəyə də 2 vuraq yazıram. Buradakı 2-lərimiz ixtisar gedir. 2-ni -1-ə vururam, olur -2, kiçik bərabər x çıxaq 3, kiçik bərabər müsbət 2. Uşaqlar, x-i təkləmək üçün hər tərəfə müsbət 3 əlavə edirəm ki, o x-imiz orada tək qala bilsin. -2 və müsbət 3-ü toplayıram, olur müsbət 1, kiçik bərabər x. Burada 3-lərimiz islah gedir. Kiçik bərabər 2 və 3-ü toplayıram 5, 1-5 aralığı. Digər tərəfinə də baxaq. Deməli 27-ci sual. Tangens burada kök altda x çıxaq 3 verilibdir. Uşaqlar, biz bilirik ki, kök altı ifadə mütləq 0-dan böyük bərabər olmalıdır. -3-ü sağ tərəfə keçirtsək, olar müsbət 3. Deməli, aralığımız necə oldu? Əslində 1-dən 5-ə olmalıydı uşaqlar. 1-5 arasıdır da, düzdür? Ancaq burada da aldıq ki, 3-dən də böyük olmalıdır. 3-dən böyüklər. Bunu da aşağıdan xətləsək, kəsişmə 2 qat olan hissə 3-5-ə düşür. Bizə də deyir ki, funksiyanın təyin oblasti AB aralığı olarsa, yəni nə deməkdir uşaqlar? Bu A-dır, bu da B-dir deməkdir. A-mız 3-dür, B-miz isə 5-dir. Bizdən də AB hasilini soruşur. 3-ü vururuq 5-ə, olur 15. 27-ci sual, cavab 15. Bir dəqiqə, burada da yazaq. İfadəmizin qiymətini sonra keçək. 15. Baxaq 28-ci suala, lövhəmizi təmizləyək. Deməli, burada nə var uşaqlar? Mötərizənin içinə bir dənə diqqətlə baxsaz, görərsiniz ki, hər birində 2-də 1 yazılıbdır, düzdür? Kotangens 2-də 1-i çıxardıran mötərizənin xaricinə, mötərizənin içərisində belə bir ifadə qalır. Arc sinus 13-də 5, üstə gəl, arc, o biri də arc sinusdur deyəsən. Arc sinus, bəli, arc sinus 13-də 12. İndi uşaqlar, hər ikisi sinusdur, düzdür? Mənə əslində lazımdır qaydaya görə bunlardan biri kosinus olsun. Çünki kosinusla arksinusun cəminin yerinə pi bölü 2 yaza bilərəm. Və siz fikir versəz, argumentlərdən biri 13-də 5-dir, digəri 13-də 12-dir. Uşaqlar, indi bura diqqətlə baxın. Mən deməli, arc sinus 13-də 5-in yerinə arc kosinus 13-də 12 yaza bilərəm. Niyə? Baxın, bu hissədə gətirib onun yerinə yazacağım. Arc kosinus deməli 13-də 12 yazacağım. Bunu da niyə eləyirəm? Çünki kök altda 1 çıxılsın 13-də 5-in kvadratı uşaqlar. Yəni 1 çıxılsın kök altda 169-da 25 mənə verir kök altda 169-da 144.
144-dən 12 çıxır, 169-dan 13. Həminki ifadəni mənə verir. Yəni kök altda 1 çıxaq, mən sinusun yerinə 1 çıxaq deməli a kvadratı yazıb kosinusu yaza bilərəm. İndi nə baş verir? Bu açıqlama hissəsini silirəm, bu hissəni silirəm. Bu artıq bizə lazım deyil. Yəni sübutla göstərdim ki, arc sinus 13/5-in yerinə arc kosinus 13/12 yazmaq olar. Mötərizələrin içi biri kosinus, biri də sinus olduğuna görə uşaqlar, əlimdəydi, silindi. Arc kosinusu idi bura. Arc kosinus, arc sinus olduğuna görə mötərizənin içərisinə pi böl 2 deyəcəm qaydaya görə. Olur belə. Kotangens 2/1 vurulsun. Bütün mötərizəmin içi olur pi böl 2. Kotangens vurulduqda deməli uşaqlar belə olur. Pi bölünsün 4. Kotangens pi böl 4-də, yəni 45 dərəcədə isə qiyməti 1-ə bərabərdir. Buna görə də 28-ci sualda cavabımız olur 1. Keçid alaq 29-a. Ümid edirəm ki, sual sizin üçün açıqlayıcı olmuşdu. Baxaq 29-a. Mötərizəmizin içi pi böl 2 oldu. Qarşıdakı mötərizə xaricini çıxartdığımız 2-də 1-ə də vurduq. Baxaq 29-a. Aha, 29 uyğunluqlar da artıq uşaqlar. Gəlin baxaq. 1, 2, 3 buradan nömrələyirəm. Yoxsa elə yuxarıdan misalın özündə də yaza bilərəm yerinə. Aha, gəlin baxaq. Deməli, birincidə sinus x verilibdir və burada aşağıda qiymətlər çoxluğu, təyin oblastlar falan göstərilibdir. Gəlin baxaq görək hansı uyğundur. Sinusun qiymətlər çoxluğu -1, 1-dir. -1 C bəndindədir. Deməli, 1 olur C. 1-ə yazdıq C. Başqa varmı? Təyin oblastından bağlı da bir şey yoxdur. Keçək ikinciyə baxaq. Arc kosinus verilibdir uşaqlar. Arc kosinusu isə görək hansı uyğundur. Arc kosinusun təyin oblastı -1, 1-dir. A bəndi. A'mız biraz qəşəng olmadı. Bir dəfə də yazaq. A bəndi. Baxaq görək. Arc kosinusa başqa hansısa bənd uyğun gəlirmi? Bir də qiymətlər çoxluğu 0 pi-dir. D bəndi. Kosinusda. Üçüncüyə baxaq. Arctangens verilibdir. Deməli, arctangensə də uyğundur. Hansı bənd? Qiymətlər çoxluğunu dedik. Tangensə uyğun görək hansı bənd də var. B bəndi. Qiymətlər çoxluğu -pi böl 2, müsbət pi böl 2 aralığındadır. Bunlar sırf əslində uşaqlar qaydadır. Qayda kitabında da, dəyərdə də bunları göstəriblər. Sinus, kosinusun, tangensin hamısının qiymətlər çoxluğu, təyin oblastlarını veribdilər. Elə bu suallarla da siz əzbərləyə bilərsiniz. Mütləq əzbərləyin, sonra işləyin. Gəlin baxaq 30-cu suala. 30-cu sualda da uyğunlaşdıraq. Yenə təyin oblast qiymətlər çoxluğu verilib. Birincisi bizdə kosinusdur. Kosinusun deməli qiymətlər çoxluğu -1, 1-dir. 1-ə B bəndi uyğundur. 1B. İkinciyə baxaq. Arc sinus verilibdir. Arc sinusun qiymətlər çoxluğu A bəndidir. -pi böl 2, müsbət pi böl 2. Başqa da varmı? Təyin oblastı və s. Bəli, təyin oblastı var. -1, 1. Y bəndi. Üçüncü nədir? Üçüncüdə arc kotangens x funksiyasıdır. Arc kotangesdə isə qiymətlər çoxluğu 0 pi-dir. D bəndidir. Başqa baxım uyğun varmı? B, A, Y, D-ni yazdıq. C bəndinə baxaq. Qiymətlər çoxluğu mənfi sonsluq, müsbət sonsluq. Xeyr, bu da heç birinə uyğun deyil. Deməli, 30-da 1B, 2AY, 3-də D oldu. Gəlin baxaq 31-ə. Burada isə tək cüt funksiyalardan danışır uşaqlar. Gəlin görək hansı tək funksiyadır, hansı cüt funksiyadır. Deməli, A bəndində kosinus x yazılıbdır. Kosinus x cüt funksiyadır. Yəni A bəndi 2-yə uyğundur. 2-yə A yazaq. Sonra B bəndi gəlir, arc sinus x gəlir. Baxaq görək arc sinus hansına uyğundur uşaqlar. Arc sinus olacaqdır deməli tək funksiya. Düzdürmü? Arc sinus tək funksiyadır. B bəndi 1-ə uyğunlaşdı. C bəndinə baxaq. Tangens də tək funksiyadır. O da birinci varianta gedir. Buraya yazıram C. 1BC oldu. Cüt funksiyamız deməli oldu 2A. Başqa varmı cüt funksiya? Uşaqlar, bir də Y bəndi də cüt funksiyadır. Toqquşur orada. Sonra nə təkdir, nə də cüt funksiya isə arc kosinus funksiyasıdır. Arc kosinus funksiyası deməli yadınızda saxlayın ki, nə təkdir, nə də cüt D bəndi. Bir dəqiqə. D bəndi də üçüncüyə uyğun gəldi. Gəlin 32-yə də baxaq. Biraz yaxınlaşdırım. 32-də yenə tək və cüt funksiyalardan danışır. Sinus x funksiyası A bəndi tək funksiyadır. Elə 1-ə uyğun gəlir. Sonra başqa baxaq görək hansı var. Deməli, bir də C bəndində tangens funksiyası, arctangens funksiyası da tək funksiyadır. 1A, C. 2. Cüt funksiyalardan baxırıq. Baxaq görək cüt funksiyalardan hansı var bizdə. D bəndi var, kotangensin kvadratı. Biraz yaxşı düşmür. Bir dəfə də yazın.
D bəndi. 1AC, 2 oldu D. Sonra baxaq görək 2-yə uyğun başqa bir variant varmı cüt funksiyalara. Və tangens sinus Y bəndi. Bu da cüt funksiya olacaq. Nə tək, nə də cüt funksiya. Görək nə tək, nə də cüt funksiya hansı uyğundur? Arkotangens uyğundur. Bəli, burada B bəndi. 1AC, 2D'yi, 3 də B. Baxaq, 33-ə. 33 səhv etmirəmsə son sual olmalıdır. Bir dəqiqə baxım. Bəli, 33 son sualdır və çıxdım. 33 son sualdır. Bu sualla da yekunlaşırıq. Deməli, təyin oblast qiymətlər çoxluğunu soruşur. 33-cü sualda bu hissəni təmizləyək. Burada yazaq. Buradan yazacağım 1, 2, 3. Deməli, birincidə pi üstə gələk arcsinus x yazılıbdır. Gəlin görək hansı bənd uyğun gəlir uşaqlar. Arcsinusun deməli qiymətlər çoxluğu pi böl 2 və mənfi arcsinusun təyin oblastı mənfi pi böl 2 müsbət pi böl 2 aralığındadır. Baxaq görək hansı bənd uyğun gəlir. Təyin oblastı isə mənfi 1, 1-dir. Baxaq mənfi 1, 1 təyin oblast B bəndində var. 33-də 1-ə olur B bəndi. Başqa nə var? Qiymətlər çoxluğu hissəsinə baxaq. Qiymətlər çoxluğu da uşaqlar gəlin hesablayaq. Pi üstə gəlinsin pi böl 2 olur deməli 2-də 3 pi. Bir də pi çıxılsın pi böl 2 olur 2-də pi. Pi böl 2, 3 pi böl 2 də var deyəsən D bəndindədir. 1B D. Sonra ikinciyə baxaq. Arccosinus kökatda x yazılıbdır. Deməli burada arccosinus funksiyasında uşaqlar qiymətlər çoxluğu arccosinusun qiymətlər çoxluğu 0 pi böl 2 aralığında olacaq. Hər ikisini də alır. Niyə burada 0 pi böl 2-dir uşaqlar? Çünki kökün altı olduğuna görə mənfi pi böl 2 hissəsini almır. Sonra varmı? Təyin oblastı da 0,1 olacaq Y bəndi. Yenə deyirəm, kökün altda olduğuna görə mənfi hissəsini almır. Ona görə mənfi 1 olan hissəni atıb 0,1 götürürük. Üçüncü isə arctangens kökatda x-dir. Bu isə ümumi təyin oblast 0-dan böyük bərabər olmalıdır. 0 müsbət sonsluq olmalıdır. 3 də olur A bəndi. Bax belə. 33-cü sualla da deməli tərs trigonometrik funksiyalar olan bölmənin yekunlaşdırdıq. Suallarını əlimdən gəldiyi qədər izah etməyə çalışdım. Ümid edirəm ki, sizlər də bəyənərsiniz. Növbəti bölmələrin izahlarında görüşərik inşallah. Sağ olun, sağlıqla qalın.